Deməli belə əziz dəyərli izləyicilərim, salam, hər vaxtınız xeyir. Bugün biz Zeytun restoranındayıq və Zeytun restoranı Göyçay şəhəri Heydər prospekti 87A ünvanında yerləşir. Və Göyçay adı çəkiləndə təbii ki, Göyçayın meyvələri şahı olan nar meyvəsindən söhbət gedir. Çünki Göyçayın məkanı bu gözəl narımızdır. Və deyirlər ki, hər ağacda bir nar meyvəsi var. Yəni nar meyvələrin arasında birinin deməli tacı 7 tacı var. Tacının 7 künclü belə tacının küncü 7 olan o nar ağacının deməli nə idi? Meyvələrin şahıdır. Bəli, mən bu günlərin bu meyvələrin şahını dərmişəm. Və bunu bu gözəl Zeytun kafemizdə Zeytunun kafenin, restoranın dadlı yeməkləri ilə nuş edəcəyik. Hələlik, buyurun sizləri Göyçaya dəvət edirəm. Və Zeytun restoranda belə gözəl nar meyvəsi ilə ürəyiniz istəyən təamları dada bilərsiniz. Təşəkkürlər. Ən gözəl gün bugündür. O da bizimlə gündür. Yok, mayonez ayrı.